səyahətlər üçün vacib olan şərtlərdən də, amma Azərbaycanın bugünkü göstəriciləri onun müqayisə olunmasına heç də imkan yaratmır. Orada çox geniş şəkildə müzakirə olundu və hər bir insan çıxış elədi və hörmətli Elman müəllim kreditlərlə bağlı, maliyyə pul siyasəti ilə bağlı və digər məsələlərlə bağlı fikirlərini söylədi. Mən də hesab edirəm ki, burada çünki biz bugün Rusiyanın timsalında görürük ki, ərzaq təhlükəsizliyi nə qədər ölkə üçün vacib olan şərtlərdən biridir. Azərbaycanda da kənd təsərrüfatının inkişafı üçün mütləq bu kreditlərin vacib olan amillərdən biridir ki, Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etsin. O baxımdan da bu kreditlərin verilməsi, tutalım ki, götürək ki, kimsə kefindən avtomobil almaq istəyirsə, buna verilən kredit ilə zəhmət çəkib, ərzaq təhlükəsizliyini təmin etmək, Azərbaycanın kənd təsərrüfat məhsullarını təmin etməyə verilən krediti eyni səviyyədə, eyni müddətə götürmək olmaz. Tutalım ki, bir il müddətinə 23-25% verilən krediti hansı formada bu fermer qaytara bilər və yaxud da qaytarmalıdır? Buna uzun müddətli verilməlidir ki, bu da uzun müddətli tutalım ki, alma ağacı əhməlidir ki, 3 ilə bunun məhsulunu alsın və getdikcə inkişaf eləsin. Və bir ilə əkdiyi də ya taxıl əkir, ya başqa tərəvəz məhsullar əkir. Bu da ya yağış yağmır, quraqlıq olur və yaxud da ya zəlzələdən, ya vəlvələdən, necə deyərlər, kasıbı dəvənin də üstündə ilan vurur. Məhsul olmur və bunun nəticəsində də bu düşür borca, başlayır evin satıb gətirib və ev eşiyini gətirib bankı ödəmək. Bu baxımdan da mən hesabımda bu nəzərə almalıdır. Amerika Birləşmiş Ştatlarında bir təşkilatın, bir firmanın gəliri 10%-ə yaxınlaşırsa, bundan Mərkəzi Kəşfiyyat İdarəsi məşğul olur. Ki, bu gəliri 10% necə ola bilər bunun gəliri olsun illik dövriyyədə? Azərbaycanda verilən kredit ilə onu qaytarmaq üçün ya narkotik alveri ilə, ya silah alveri ilə, ya insan alveri ilə məşğul olmaq lazımdır. Başqa halda bu krediti qaytarmaq qeyri-mümkün. İkinci bir tərəfi, vətəndaşdan alınan kreditin 30 mininə sığorta verir. Vətəndaşa verilən kreditiyə heç bir 100%, 200% sığorta götürür. Deyir, 100 min pul verirəmsə, 200 minlik gərək əmlak girov qoyasan. Vətəndaş buna etibar eləyir. Vətəndaşın 30 minin sığortalı. Bəs bankda o digər tərəfdən həminki qaydada bu prosesi həyata keçirməlidir. Nəyə görə bu öz vəsaitini sığortalaşdırır, vətəndaşın vəsaiti qalır havada. Bu baxımdan mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə bir baxılmalıdır. İkinci bir məsələ ipoteka ilə bağlı burada həmkarlarım qeyd elədi. Bir detallı demək istəyirəm. Bugün burada hörmətli nazirlərimiz iştirak edir. Nazirliyin idarə rəisi və yerli idarə rəisinin əmək haqqısı, dövlət qulluqçusu imkan vermir ki, bugünkü gün o ipoteka krediti alsın. Müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? Bunun faizi aşağı salınmalıdır, bunun göstəricisi aşağı salınmalıdır. Bu gənclər üçün nəzərdə tutulubsa, gənc mütəxəssisdir, biri müəllimdir, işləyir, yavaş-yavaş indi o mərhələyə gəlib çatacaq. Bu kredit elə bir nəzərdə tutulub ki, ipoteka krediti kim imkanlı adamdır, biraz da ipoteka alsın, bundan da kəmkəsirini düzəlsin. Yəni, hansı o vətəndaşın, hansı ki imkanı olmayan şəxsə bunun heç bir əhəmiyyəti yoxdur və bu göz qabağındadır. Mən hesab edirəm, ilbəil biz bunu artırırıq, amma nəticəni müqayisə etməliyik və cənab prezident də hökumətin keçən də hesabatında da bir məsələ qoydu ki, bu ipoteka kreditlərinə yenidən baxılsın. Və o cümlədən prezidentimizin həmişə şuarı ondan ibarət olmuşdur. Görülən işlər hamısı vətəndaş üçün, insan üçün olmalıdır. Bu abadlıq da, quruculuq da, hər bir məsələ insan üçündür, insanlar üçündür. Bu tikilən məktəblər də, bağçalar da, xəstəxanalar da insanlar üçün olunur. Ona görə də bu şey insan üçün nəzərə alınmalıdır. Mən hesab edirəm ki, bu da öz həllini tapmalıdır. Üçüncü bir məsələ burada müəllimlərlə bağlı əmək haqqıları ilə qaldırdılar. Təbii ki, tək əmək haqqının artırılması ilə bu məsələ öz həllini tapa bilmir. 23 ildə eşidirik ki, islahat gedir. Hələ bir şey olur, biri Boloniya gətirir, biri Kulukum gətirir, biri nə bilim, belə deyirlər belə, hələ ortada bir şey yoxdur. Getdikcə də təhsil alanların da, ali məktəbə qəbul olan deməli, balların da faizi düşür aşağı və ümumilikdə götürəndə ortada bir şey gəlib çıxmır. Mən hesab edirəm ki, burada müəllimlərin sayı ilə bağlı bugün
əhali sayına götürəndə Azərbaycanda müəllimin sayı Amerikadakindən 3 dəfə artıqdır. O baxımdan da buna bu tərkibdə bir islahat aparmaq lazımdır və yaxşı əmək haqqı vermək lazımdır ki, yaxşı da işləsən, yaxşı da fəaliyyət. Həm o tərəfdən, həm əli aşından da olur, həm vəli aşından da. Burada adın yazdırır, bir şey ala bilmir, başqa yerdə də gedib işləmir, bəlkə başqa sahədə daha çox xeyir verə bilər və bu da qalır ortada. İkinci bir tərəfi, ola bilər ki, biz alim yetişdiririk, professor yetişdiririk, bəstəkar yetişdiririk. Lakin bu gün xahiş edirəm, bir gedin orta məktəbin qarşısında Azərbaycan uşaqları təhsildən çıxanda onlara bir baxın. Bugün Azərbaycan təhsil alan Azərbaycan oğlanlarının 20%-dən artığı ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərslər də bərpa olunmalıdır, məktəblərdə idman dərsləri də bərpa olunmalıdır. Ümumi fiziki hazırlıq olmalıdır, imtahan verməlidir bu ümumi fiziki. Biz kişi yetişdiririk. Biz indi götürmür, laf Nobel mükafatı, olsun 5'i Nobel mükafatı lavreat, olsun 5'i bəstəkar. Amma bizə əskər də lazım, sabah işit gələndə bəstəkar axtarmayacaq. Onun qabağına çıxan insan lazım. Və bugündən biz onları yetişdirməliyik. Və hər kənddə, hər bir yerdə silah çıxır, görürsən bir yerdə silah da var, bu silahın növün bilməlidir. Heç olmasa, ola bizim öz ailəsini zərərsizləşdirməlidir. 2 tona yaxın kitabı yığırlar, bizdə bir xarici bir də mənə dedi ki, sizdə kitab buraxmırlar, sizdə soyuq silahdır adam öldürmək üçün. Bu elə qalın üzdük zat yaradırlar ki, kimin başına vursan, yəqin ki, çoxdan dünyasını dəyişməli olacaq. İçərisində də bir şey yoxdur. Ona görə də bu uşaqlara bir insanların yazığı gəlsin və bunların dərs sisteminə baxmaq lazımdır. Günün artırmaq, günün azaltmaq və s. Ona görə də normal dərs verib, normal uşaqlar yetişdirməklə və sonda siyasi partiyalarla bağlı məsələ burada qaldırdı. Mən də həmkarlarımın tərəfdarıyam. Keçən dəfə hörmətli Maliyyə Naziri dedi ki, pulun bir hissəsini götürülmüyor. Bu qanunun tələbidir ki, 3%lik bariyeri keçən partiyalar və Milli Məclisə təmsil olunan partiyalar almalıdır. Bu da yoxdur. İndi biz bunun günahkarı deyilik. Ki, olanda indi gəlib götürərlər öz vəsaitləri. Amma məsələn, qeyri-hökumət təşkilatları xaricdən də alır. Biz qanun qəbul elədik, nazirliklərdən də ala bilər, belə sifariş qəbul eləyə bilər və fərdi şəxslərdən də sifariş qəbul edib yerinə yetirə bilər. Mətbuat orqanlarınca artırıb reklam verir, satışa çıxardır. Partiya neynəsin? Nədən, kimdən sifariş alsın? Və yaxud da ki, hansı reklamı göstərsin ki, buna ödəniş ödəsin. Ona görə də siyasi partiyalara da xahiş edirəm bir vəsait artırılsın ki, bundan da bir qırışığı açılsın və siyasi partiyaların da maliyyələşməsi öz qaydasına düşsün. Təşəkkür edirəm. Siyasi partiyaları QET-lərlə müqayisə eləmək mən razılaşmıram. QET başqa şeydir. Siyasi partiyanın da maliyyəsi artması üçün siyasi partiyanın sayı artdıqca maliyyəsi artacaq. Üzvü haqqı aldıqca maliyyəsi artacaq. Onun da yolu var. Əhməd Vəliyev.